Hyundai Elantra. Maşının ön hissəsində zədə yoxdur. Sağ hissəsində heç bir zədə yoxdur. 46-cı maşında maşının lüku var. 2023 Hyundai Elantra Limited'dir. 1.6 motordur. 43 min yol gedib $6.500'dan satışa çıxır. Belə bir istəkərləri var. Hibriddir maşın. 1.6 hibriddir. Maşının zədəsinə gəldikdə arxa təkər zapaska qoyulub. Bu bunun salonudur. Zolaq tanımadır, kör nöqtədir. Nəm stenlik qızdırıcı. Maşın stenlik qızdırıcı, soyuducu, start stop, koji salon. Bax gördüyünüz kimi koji salon. Lüku var maşının. 23 1K'dır. Bu bunun VIN nömrəsidir. Deməli, bir güzgü alınacaq, bir güzgü alınacaq. Qapının burasında bu yüngüzədə var, kıllo alınacaq. Təkəri qoyulacaq üstünə, təkəri təmirə gedib qoyulacaq üstünə. Bir də buferin bovudu hissəsi belədir. Mercedes GLC. Maşının sol hissəsində heç bir zədə yoxdur. Maşının ön hissəsində heç bir zədə yoxdur. Maşının sağ hissəsində heç bir zədə yoxdur. 2019-un GLC-sidir. 2 motordur, 114 min yol gedib Hayazdadır. $9.000'dan girir satışa. Bu maşının arxa hissəsidir, bu maşının sağ hissəsidir. Bu da sol tərəfi. Belə bir salonu var. Bu bunun VIN nömrəsi. Hyundai Santa Fe. Deməli, maşının sağ hissəsində heç bir zədə yoxdur. 2020 Hyundai Santa Fe 2 motordur. 35 min yol gedib $6.500'dan satışa çıxır. Panorama damdır. 132-ci maşında açarsız daxil olma var. Bu maşının arxa hissəsidir, sağ hissəsidir. Bu da sol tərəfi. Maşın çox gözəldir də, yəni çox gözəldir. Belə bir salonu var, kör nöqtədir, zolaq tanımadır, sten, rol ayrı bax atıb, start stopdur, monitor, stenlik qızdırıcı, koji salon, maşın panorama dam, radnoy pərdələr, maşın çox idealdır da, çox. Bu da bunun VIN nömrəsidir, 2021K'dır. Kimə lazım olsa əlaqə saxlaya bilər. Deməli, bir dumanla alınacaq, kapotda zədəlidir. Bu xir düzələcək. Faran şüşəsidir. BMW X7 VIN 2024-cü il, avtomobilin 55 min mil yürüyüşü var, heç bir zədəsi yoxdur. $42.500 start qiymətlə avtomobil satışa çıxır. Belə bir BMW X7 3 motor benzin. Açarsız daxil olma var, kör nöqtə var. Qara dəri salon. Head-up display. Ümumilikdə səliqəli avtomobildir. Dam panorama, elektron cihazlar paneli, elektron tənzimlənən oturacaqlar. VIN kod çalışacağım ki, buradan göstərim. Kimə lazımdır, buyurub müraciət edə bilərsiniz.